Azərbaycan dili adı ilə əmimizə bütün dillərdən premium paket yığılıb. Gördüyünüz kimi hər dildən burada var. Azərbaycan var, Rus var, Çin həmişə kimi öz qaydasında, öz yerində. Bir dənə də Uganda var idi, onu da tapacağıq. Buralardadır. Bu hissəyə qayıdırsan, bu da Rus dilindədir. Yəni bu iş deyil də əziz qardaşlar. Bir dənə, iki dənə söz aradasa bağışmaq olar da ki, qalır. Yəni axtarıb tapmaq çətindir. Məsələ odur ki, siz bunu sadəcə olaraq kimdənsə almısınız və elə o formada da cəmaata yazırsınız buna. Bu Çin dilində. Yəni o deyil də. Mən dediyim söhbətə gəlir çıxış qardaş. Bir nəfər kimsə acgözlük eləyir, satır. Digərləri də ki, yenə acgözlük eləyir, alır, amma bilmir ki, nə yazır, nə edir. Yəni belə deyək, bu məlumat olmayan adamlara əziz qardaşlar iş gördümü, nəticəsi belə olur. Gelirsən təzədən 2 qat ziyan eləyirsən. Buna bax. Yəni belə şey olmur. Bu da son nəticəsi. Ümumi olaraq artıq hər şey Azərbaycan dilindədir. Avtomobilimizin vəziyyətidir. Sistemdir. Ana ekranımızdır. Bu hissədəki sürücü istirahəti və yaxud da ki, sərnişin istirahəti və gələn bildirişlər də hamısı Azərbaycan dilindədir. Yəni ki, başqa nəsə demək ehtiyac yoxdur. Bu qədər izlədiyiniz üçün minnətdarım.